Lənkəran komandalarına uduzdu Qəbələ və bu görüşdə artıq Qəbələ komandası nəyin bahasına olursa olsun 3 xal qazanmaq istəyilə meydana çıxır. Artıq hər iki komandanın futbolçuları meydana daxil olurlar. 4 xal geri qalır. Azal isə hazırda 8-ci yeri tutur və 25 xal toplayıb Azal komandası 1-2 hesabı ilə rəqibə uduzdu və Azalın yeganə qolunu məhz həmin görüşdə Rəqib Azal komandasını Vaqif Sadıqov çalışdırır. Beləliklə, meydan mərkəzindən Qəbələ komandasının futbolçuları oyuna başladılar və Rafael John Olremi ikincidən zərbə ilə topu oyuna daxil edir. Onun cəl meydançasına ötürməsi və hesab açma olardı. Bakkoy əlverişli vəziyyətdə topu qapının üstündən vurur. Epizodun təkrarını izləyirik. Standart vəziyyətdən sonra Bakkoy'nin düz ayağına gəlmişdi top və o topu saxlamadan qapı qarşısına ötürməsi. Arsenyeviç topu yenidən qapı qarşısına ötürülür və Kamran Ağayev topu meydandan çıxarır. Gücdən zərbə olacaq. Çaxnaşma yarandı, ancaq buna baxmayaraq Kamran Ağayev topu meydandan çıxarır. Indi standart vəziyyəti yerinə yetirir. Cəl meydançasına ötürmə. Başla qapıya Turkoviçin zərbəsi. Kamran Ağayev topu tutdu. Cavid Tağıyev Şəhriyar Rəhimova ötürmə verdi. Levin sürüşmə fəndini. Nə baş verdi burada? Əllə oyun olduğumu qeyd edir. Oyunun baş hakimi çox maraqlıdır. Gəlin epizodu izləyək. Yəni, sürüşmə fəndi tam qaydalar çərçivəsindədir. Buna görə Rəhim Həsənov penalti təyin etməyib. Top əlinə dəymişdimi? Vladimir Levinin çox maraqlıdır. Digər rakursdan da episodun təkrarını izləyirik. Əli ilə bir daha digər rakursda olsa, yəni tam aydın şəkil bu rakursdan yəqin ki biz görəcəyik. Bəli, əli ilə açıq-aşkar topu saxladı. Buna görə də Rəhim Həsənov əldə edib. Turkoviçin qapıya zərbəsi və 1-0. Azal hesab açır. Oyunun 39-cu dəqiqəsində nə də Turkoviçin qolu. Kamran Ağayev ümumiyyətlə topun hansı istiqamətə gedəcəyini də müəyyənləşdirə bilmədi və Ruslan Tağzadə də hücuma qoşuldu. Nizam Hacıyevin qapı qarşısına ötürməsi. Subotiç və gol! Daniel Subotiç növbəti başla qolunu vurur və 43-cü dəqiqədə Daniel Subotiç hesabı bərabərləşdirir. Hesab 1-1 olur Azal Qəbələ maçında və Daniel Subotiç başla necə əla oynadığını bir daha sübut edir. Oyunun 43-cü dəqiqəsində Daniel Subotiç hesaba tərazı gətirir. Subotiçin qolundan sonra hesab artıq 1-1'dir. Bir daha episodun təkrarını izləyirik. Top cəl meydançasına ötürüldü və hətta müdafiəçinin əhatəsində belə çətin vəziyyətdə Subotiç qapıya zərbə vurma imkan tapdı. Arsenyeviç onu bir anlıq buraxdı və orada Oskar Sklyava da vardı. Onların heç biri Subotiçə mane ola bilmədi və Daniel Subotiç cari mövsümdə artıq 10-cu qolunu vurdu və Vaqif Cavadova çatdı bombardilər yarışında. Xəzər Lənkəran səfərdə Qəbələni məğlub edib. Bakı isə çox təhlükəli vəziyyət və Kamran Ağayev bu epizodda yaxşı oynayır. Topu qapçının başı üzərindən Viktor Bakkoya tora göndərməyə çalışdı. Oyunun 53-cü dəqiqəsində epizodun təkrarını izləyirik ki, Bakkoya'nın çətin vəziyyətdən zərbəsi və Kamran Ağayev komandasını qoldan xıladı. Cavid Tağıyevin ötürməsi Turkoviçin qapıya zərbəsi və topu az fərqlə qapıda aralı keçir. Azalın hücumu kifayət qədər və bu hücumu təşkil edən də məhz Cavid Tağıyev idi. Epizodun təkrarını izləyirik. Onun ötürməsi nə də Turkoviçin zərbəsində bir qədər dəqiqlik olmadı. Əgər top çərçivəyə kim zərbə endirəcək? Hakim işarəni verir. Lorenzo Besilyon qapıya zərbəsi və Ruslan Məcidov topu dəf edir. Gücdən zərbə olacaq. Ruslan Məcidov topu meydandan çıxara bildi. Epizodun təkrarını izləyirik. Çətin bir topu idi qapıcı üçün, amma Arsenyeviç Sarjanta hücumu davam etdirir. Onun cəl meydançasına ötürməsi nə də Turkoviç başlı qapıya zərbə vurma imkan tapmır. Cavid Tağıyev hücumu davam etdirir. Bakkoy daha bir müdafiədə boşluq və Viktor Bakkoy bugünkü oyunun anti qəhrəmanlarından biri Viktor Bakkoy əlverişli vəziyyətdə topu qapı qarşısına ötürür. Ruslan Məcidov və gol! Top qapıdan keçir, hakim mərkəzi göstərir. Azalın öz səhvi demək olar ki, kuryoz gol qeydə alınır və artıq Qəbələ 2-1 hesabı ilə öndədir. Ruslan Məcidovla müdafiəçi arasındakı anlaşmazlıq kuryoz golla nəticələnir. İndi qolun təkrarını izləyəcəyik. Yəni burada əlbəttə ki, gücdən zərbə yerinə yetirilən zaman da topun birbaşa qapıya göndərilməsi də əhəmiyyət kəsb edir. Budur top Şəhriyar Rəhimovun ayağına dəyərək qapıya daxil olur. Ruslan Məcidov topu uzaqlaşdırmağa çalışırdı. Əlinə gələni etdi. Ancaq Şəhriyar Rəhimovla Branislav Arsenyeviçin qapı qarşısına ötürməsi başda zərbə alınmır və top meydandan çıxır. Hakim bildirir ki, görüş yekunlaşır və Qəbələ Azalı səfərdə 2-1 hesabı ilə məğlub edir. Xatırladım ki, 39-cu dəqiqədə nə də Turkoviç Məmməti işarət etdi. Sağ olun, gələn görüşlərədir.